Almanlar çox tez əsəbləşərlər, amma Danimarkalıları əsəbləşdirmək o qədər də asan deyil. Biz kosmetik olaraq Avropanı çox bəzəmişik. Avropanın yaxşı tərəfləri də var, amma təəssüf olsun ki, bizim kimi emosional insanlar, daha həssas olan insanlar üçün ora bəzən çox darıxdırıcı və çox əzab yeri olur. Ay Serenay, özünü dağın başına qoyma. Bir düş aşağı. Parisdə yaşayan mənəm. Yəni mən səndən ağır bir şey istəmədim. Röya xanımın köməkçisi zəng elədi ki, Məhəmməd bəy, biz falan tarixdə falan yerdə olacağıq. Biz istəyirdik ki, Röya xanım çəkimlərini həyata keçirəsən. Mən straightam, maskulinəm və radikalam. Mənim üçün iki dənə cins var, qadın və kişi cinsi var. Kişi qadından, qadın kişilə evlənməlidir. Bu qədər bəsit. Burada yaxşı geyinənə başqa cür bir ön yarğı var. Avropada həmin başqa bir ön yarğı gəlir. Biz kişilər həqiqətən də daha cazibəli görünməyə layiqik. Ütülüyürəm şalvarımı, köynəyimi, paltarımı və s. Çünki ondan zövq alıram. Yəni mən onu özüm həyata keçirəndə daha çox zövq alıram. Post Malone üçün özünü ülgüzlə doğrayanlar var. Həqiqətən adam o qədər sadə, adam o qədər rahat. İtalyan mifi. İtalyanlar hamı əla geyinir, bomba geyinir və bir yaraşıqlı, bir klassik özəndə geyinən, yaxşı detallı geyinən insan İtalyan olmalıdır deyə bir şey yoxdur. Bizim eldə belə bir söz var deyə, geyimlə qarşılayarlar, ağlına yola salarlar. Və xoş o insan halına ki, hər ikisi birlikdə olsun. Salam dostlar, hamınızı Podkast kimi adamın növbəti buraxılışında xoş gördük. Mənim adım Səməddir və bu gün mənim qonağım Məhəmməd Abdullahzadədir. Məhəmməd, xoş gəlmisən. Xoş gördük. Bizim qonağımız həm aktyordur, həm prodüserdir, həm geyim üzrə rəssamdır. Gördüyünüz kimi geyimdən çox yaxşı başa çıxan və zövq olan bir adamdır. Ümid edirəm keçən dəqiqələrdə daha yaxından bizi izləyib dinləyənlər səni tanıya biləcək və sən də bizə faydalı hansısa məlumatlar verə biləcəksən. Bizim bir dəfə Rövşən Qəmbərovla təxminən 1 il əvvəl Gentleman nə cür geyinməlidir adında bir podkastımız da olub. Onunla da biz bu mövzuya toxunmuşuq. Mən istəyirəm ki, sənlə də bu mövzuya toxunaq, amma səndən təkcə bu mövzuda danışmayacağıq. Bu geyimlə bağlıdır. Hazırda elə sənin geyim üslubun və yaxud da Guy Ritchie'nin filmlərində, xüsusilə Gentlemanlər filmində bunu geyimdə görmək olur. Bu klassik üslubda geyim, pencək, saroçka, sonra qalstuk, eynək, buna aksesuarlar müxtəlif daxildir və bilmirəm bunu aksesuar kimi qeyd etmək olar ya yox, bir siqar. Bu haqqında istəyirəm biraz danışasan, çünki bəlkə də elə səninlə ünsiyyətimə görə və Rövşən kimi bəzi şəxsləri izlədiyimə görə ildən ilə mənim marağım artır buna. Yəni bu üsluba, bu geyim tərzinə, amma onu anlaya bilmirəm. Mən onu duya bilmirəm. Tutaq ki, orada geyim seçimi, orada rənglərin uzlaşması, bu nə cür baş verir? Ümumiyyətlə bu həyat tərzi nədir? İnsan niyə buna vaxt sərf eləyir? Niyə buna maliyyə sərf eləyir? Çünki səninlə ünsiyyətimdə indi kadr arxasında sən həmişə demisən ki, Səməd, bu cür geyinmək üçün xüsusi böyük bir maliyyələrə ehtiyac yoxdur. Sən sadəcə bilməlisən ki, nə ilə nəyi uzlaşdırasan. Buyur, bunun haqqında bizə danış. İndi mən geyim barəsində söhbət edəcəm. Yəni ilk suallara onu verdin. Bu geyimə qədər olan keçən yollardan bir söhbət edəcəyik. Birinci növbədə kimlərəsə bunu nəsə məcbur heç vaxt eləmirəm. Hər zaman öz üzərimdə gəlişdirməni görürəm, gözümü maarifləndirməklə. Yəni bu vizual bir şeydir. Və bizim eldə belə bir söz var deyə, geyimlə qarşılayarlar, ağlına yola salarlar. Və xoş o insan halına ki, hər ikisi birlikdə olsun. Və mən də çalışıram ki, ilk öncə ağlımı, şəxsi inkişafımı və s. bunu daha çox gəlişdirim. Buna dəstək olaraq, vizual olaraq da təbii ki, öz yerində. Amma təbii bu demək deyil ki, kimsə fərqli formada necə gəldi geyinibsə, onun digər məsələlərində, yəni problem var və s. və ilaxır və yaxud da ki, xeyr, qətiyyən elə deyil və ya əksinə olur bəzən. Çünki geyim ikinci dərəcəlidir. Əsas insanın insani keyfiyyətləri, düşüncələri, şəxsi göstəriciləri bunlar olmalıdır. Mən 10 ilə yaxındır ki, artıq Avropada yaşayıram. 2016-cı il əsgərliyə xidmət edəndən sonra 6 ayda yaşadım, ondan sonra getdim. İlk öncə Danimarkada 4 ilə yaxın orada yaşadım. Təbii ki, ara sıra da gəlib gedirdim. Ondan sonra təbii ki, Almaniya və son artıq 3-4-cü ilə keçirəm ki, mən Fransada yaşayıram. Danimarkada ümumiyyətlə Skandinaviyanın geyim tərzi casual, sport və daha da tökülüm iklim kimi stillərdir və hansı ki mən orada yaşadığım müddətdə doğrudan da artıq oranın ən cool, ən yüksək olan o stildə mən də artıq adapte olmuşdum və o cürünə geyinirdim. İndinin özündə
özümdə də belə bəzən analiz edəndə deyirəm ki, onlara görə okey, yəni onlarla eyni səviyyədə olmuşam, detallar, elementlər və s. Çünki geyim detallarla, elementlərlə zəngin olanda və o detal, o element hansı ki biz yemək yeyirik və yeməkdə biz kombinasiyaya diqqət eləyəndə, yəni uyğunlaşmaya, orada da eynən o düsturdur ki, sən geyimdə o detallara, o elementlərə diqqət edəsən və o görüntü alınacaq. O görüntü də necə ki filmlərdə şuuraltı mesaj olur. Bax, geyimlərdə də odur. Sən baxırsan, deyək ki, Rövşən geyinib və onun kimi digərlər hamı klassik geyinib. Ümumi ad klassikdir. Amma sən deyirsən ki, nəsə səndə var. Mən niyə misal Rövşəndən gətirdim? Yəni vizual olaraq, praktik olaraq sən görmüsən onu. Və onun kimi digər. Yəni o elementlərə, o detallara varan insanlar sırada hamıdan fərqlənəcək və yaxşı mənada fərqlənəcək və daha cazibəli olacaq. Yəni mən belə başa düşdüm ki, onda Danimarkada sadəcə yaşadığın yerdə insanların əksəriyyəti buna diqqət edib və sən onlardan sadəcə ilhamlanmısan, göz bunu o qədər görüb deyə buna keçir. Xeyr, mən gəlirəm. Klassikanın əlaqəsi yoxdur o ölkənin. O ölkənin ümumiyyətlə Avropada. Bizim çünki Avropa haqqında ümumiyyətlə fikirlərimiz çox yanlışdır. Təəssüf olsun ki, və mənim fikirlərimi də təsdiq eləyər orada yaşayan insanlar. Çünki biz kosmetik olaraq Avropanı çox bəzəmişik. Avropanın yaxşı tərəfləri də var, amma təəssüf olsun ki, bizim kimi emosional insanlar, daha həssas olan insanlar üçün ora bəzən çox darıxdırıcı və çox əzab yeri olur. Və bu illər tələb eləyir ki, insan ora adapte olsun və s. Danimarkada əslində bu stil qətiyyən işlənilmirdi. Yəni söhbət klassik stillərdən gedir. Təbii ki, Azərbaycanda olduğu kimi xala xətrim olsun deyə sığorta, nə bilim, bank şirkətləri hamısı klassik geyinir. Standart markalardan alır geyinirlər ki, müdür deyəndə, get klassik geyin, yəni şalvar olsun, pencək olsun, köynək olsun. Bu prizmadan həyata keçiriblər, yəni ki, geyiniblər və özlərini bu şəkildə bəzəyiblər, okey? Bu arada qeyd edeyim ki, illərdə, 100 ilin üzərində də artıq Pitti Uomo kimi tanınan İtaliyada kişi moda həftəsi və son may ayında da mən də iştirak elədim. Axır vaxt tapdım sonunda. Baxırdım Instagramdan. Vaxtdan dolayı çox şeylər paylaşa bilmədim və anında yerində story və s. onları paylaşırdım. Əlqərəz, artıq mən onları görəndən sonra, çünki onlar klassikanı mənim beynimdə çox fərqli şəkildə dəyişdilər. Göz maariflənməsi, illərcə detallar işləmə, bir zamanlar şalvar. Mən ilk öncə şalvar manşetindən başladım. 5 sm. Və bu çətin bir şey deyil. Adi gedirsən bazara, istənilən bir şalvar alırsan, klassik bir şalvar, sadəcə uzun edirsən. Əsas bel hissəsi olsun. Ondan sonra gedirsən ora, topuq hissələrə qədər. Yəni şalvar uzun olmamaqdır. Belində stabil qalmaq şərti ilə, əgər kəmər istifadə eləmirsənsə, deyə sadəcə dəstəkləyici ilə istifadə eləyirsənsə, düyməli və s. dəyirmirlə fərqi yoxdur. Yəni 5 sm onu edirsən və bu sənin sadəcə olaraq ayaq hissəndə ayaqqabı ilə ayaq arasındakı olan keçidi nizamlayır və gözəl bir estetik görünüş verir. Detaldır, bu vacib elementlərdən biridir. Söhbət manşetdən gedir. Sadə manşetdən, bəli, 5 sm manşetdən və təbii ki, bu 1900-lərdə, 1070, 1900, 5 sm. Nə 5-in üzərində, nə 5-in altında olanda artıq orada bir növ balans pozulmuş olur və göz şeyi, yəni onu tam olaraq ala bilmir. Gözünü ayıra bilmir onu, fərqləndirə bilmir. Onu elə ki, natamam kimi görür. Yəni 5 sm manşet bunu yəni qatlanmış formada da. Əlbəttə, qalanını açılanda o 5 sm. Onu bütün dərzlər eləyə bilər və bunun Azərbaycan qiyməti cəmi olaraq 5-8 manat arasında dəyişir. Yəni bunu bütün kişilər eləyə bilər. Mən buradan başladım. Amma bu, mən üzr istəyirəm. Mənim tutaq ki, rəhmətli babam da sağ olanda yadımdadır ki, onun şalvarlarının hamısı bu cürdür və bu amma 2-3 sm. Hə, belə idi. Və enli idi. Və təbii ki də enli olması da çox tərcih olunandı, amma baxır hansıdır. Çünki boy, çəki və görünüş, yəni insanın, yəni bədən göstəriciləri onu dəstəkləməlidir. Yəni enli barəsində, manşet demirəm, ümumilikdə şalvarın enli barəsində. Yaxşı, bir nüansı da burada. Sən sözünü unutma. Bir çıxış eləyə qayıdarıq. Bax bu dövr var idi. Bizim hətta atamgilin nəsli, xüsusilə babamgilin nəslində bu var idi. Manşetli şalvar, klassik. Yəni mən məsəl üçün adamlar gördüm ki, onlar üçün bu cins şalvar geyinmək kişi cins geyinməz həddində bir şeydir də. Sonra bu müstəqillik illərindən sonra cins dəb oldu, cins şalvar geyinmək və mən özüm də insanlar da gənc nəsil cins daha rahatlı geyinmək deyə avtomatik buna keçid oldu və klassik şalvar geyinənə qoca kişisən, buna da geyinmisən
tipli bir baxış oldu. Yəni mən öz müşahidələrimi deyirəm, bəlkə kimdəsə başqa cür olub. Bu səncə nə ilə əlaqədardır və indi o geriyə dönüş varmı? Yəni tarix təkrarlanırmı? Deməli, bu həmişə təkrar olunan, yəni hər kəsin dediyi, istər Avropada, istər də burada, yəni klassik keçmişdə kimi geyinmisiniz falan və s. Əslində xeyr. O mən dediyim, qeyd etdiyim detallar, istər 1900-lərin 60-lar, 50-lər, 70-lər hansı ki, dövrün müxtəlif zamanlarında şalvarların ölçüləri, formaları, klassikanın müxtəlif formaları olub. Hətta lapellər olsun, hətta qalstukun forması olsun, şalvarların forması və s. Lapel üzr istəyirəm. Lapel şey deyirlər. Pencəyin üzərində buna lapel deyirlər. Bunun qatlanmasına belə deyək. Mən çox belə Lorel-də izah eləsəm, bu zamanlarda belə, həm indi, həm o zamanlarda belə, hansı ki bizim bugünkü gündə o Pitti Uomo kimi dediyimiz, yəni məkanda klassik old money style saxlanılmaqla o ələnib o detallar qalan detallardır ki, biz bu günləri onu real olaraq həyatımıza tətbiq eləyib, geyimlərimizdə tətbiq eləyib geyinirik. Yəni 70-lərin, 80-lərin modası gəldi, moda fashion, yəni bu gələr gedər. Biz moda ilə qəti əlaqəmiz yoxdur və mən özüm məsələn təbii ki, hər zaman Paris Fashion Week-dən, Paris moda həftəsində qaça-qaç qov, müştərilər, çəkimlər, markalarla işləmək və s. Amma bu əsas deyilmir ki, mənim baxışımı dəyişsin. Çünki mənə görə ümumiyyətlə Coco Chanel-in özü də deyib. Yəni moda gələr gedər, amma tərs qalar, style qalar. O qalan style əslində o illər 1900-ün əvvəllərindən 1800-ün axırlarına o ki klassik şalvar bir ideyası bizim bildiyimiz o tərz yaranandan günü bu günə qədər o arada olan müddətdə stabil, doğru təsdiqlənmiş detallar və elementlərdir ki, bugünkü gündə də o ənənəni, o məkan hər il ildə 2 dəfə may ayında və yanvar ayında həyata keçirir və ora dünyanın hər yerindən, söz gəlişi demirəm, doğrudan da dörd bucağından Amerikadan Avstraliyaya qədər o arada yerləşən bütün istəyir Koreya, Yaponiya, Cənubi Amerika, hansı ölkə deyirsiniz, hər yerdən nümayəndələr gəlir, qatılır və ildən ilə daha da rəngarəng olur. Son dövrlərdə bəzi gələn insanlar, çünki başqa kulturlardır, başqa mədəniyyətlərdir və məsələn rənglərdə, digər detallarda oynamalar olur ki, hansı ki bizim qəbul etdiyimiz o oynamaları biz bəzən düz yeniçiliyə açıq olmaq lazımdır. Amma burada bəzi şeylər var ki, biraz daha konservativ olacaqsan, daha çərçivə içərisində hərəkət edəcəksən. Çünki əgər onu sən əldən vermiş olsan, artıq bu olacaq fashion, yəni gündə dəyişən bir şey və ənənədən qırağa çıxmış olacaq. Yəni sən indi Pitti Uomo'dan danışırsan. Pitti Uomo bizim Kəbəmizdir. Bizim yəni bu üslubda geyinən insanların. Bəli, bu üslubda geyinən insanların Kəbəsidir. O neçə ildir keçib? O 100 üzərindədir artıq. 120 neçənci idi, mən artıq unutmuşam. Bəli. Bu İtaliyanın hansı şəhərində? Florens şəhərində yerləşir. Dostlar, sağlamlıq və enerjini bir arada tapmaq istəyirsinizsə, Aquasport tam sizin üçündür. Burada hovuz, fitness, sauna və uşaqlar üçün məşğələlər, hər şey bir məkandadır. Özünüzü daha güclü, daha sağlam və daha balanslı hiss etmək istəyirsinizsə, elə indi başlayın. Və ən əsası, podkast kimi adam promokodu ilə gedən hər kəs Aquasportdan 20% endirim qazanacaq. Sağlam həyat üçün siz də bir addım atın. Aquasport ilə. Sən mənim bildiyim qədərilə Avropada bir neçə filmdə geyim rəssamı kimi iş təcrübən də var. Bəli. Və ondan öncə də Azərbaycanda həm prodüser kimi də reklam çarxlarının çəkilişində, qısa metrajlı filmlərdə bilirəm ki, orada da fəaliyyətin var. Təəssüf ki, bizə qismət olmadı, sən getdin. Bu da işləmə qismət olmadı, amma mən onda hətta sinema təhsilim də yoxdur. Mən görürdüm ki, sənin fəaliyyətlərini. İndi mən bilmək istəyirəm ki, sən ki orada, yəni setdə olmusan, orada setdəki insanların münasibətlərini görmüsən. Azərbaycandakı setlə oradakı setlərin arasında fərqlər nələr idi? Çox detallar var. Ümumiyyətlə mən hələ Avropada film sektorunda işləməmişdən öncə söhbət Almaniyadan gedir. Təbii Almaniyadan öncə də mən Danimarkada işləmişəm. Danimarkada Azərbaycan boyda bir ölkədə, amma sayı olaraq cəmi 5 milyon insandır və bir qayda var. Bunu hamı da gözəl bilir. Bir inkişaf, yəni söhbət bir filmin inkişafı üçün ora ən vacib lazım olan şeylərdən biri ölkə insanının sayının çox olmasıdır. Yəni ki, population nə qədər əhali sayı, əhali sayının yüksək olması ən vacib detallardan biridir. Okay? Yəni bu praktik olaraq adam gedib teatrda kinoya baxsın deyə o baxımdan. Yaxşı, bəs set fərqi nə idi? Orada nə fərq gördün? Set fərqi əslində o qədər böyük set fərqi yoxdur. Sadəcə insanlar, hər kəs öz vəzifəsini bilir. Bu qədər bəsit. Çox sadədir açar.
Avropada, Amerikada ümumiyyətlə peşəkar, qeyri-peşəkar, pulla işləməyə gələn qeyri gələnlər. Mən özüm nə qədər pulsuz layihələrdə iştirak eləmişəm könüllü olaraq və mənim kimi öz texnikasını, öz kamerasını, bütün enerjisini, hər şeyini könüllü olaraq gəlib orada setdə xərcləyən insanlar olub. Dediyim kimi hər kəs öz vəzifəsini bilib, hər kəs öz işini bilib və çox gözəl yadımdadır ki, biz gecə saat 12-2-yə qədər setlərdə gündə 2 səhnə çəkirdik Almaniyada olanda. Biz çox az yatırdıq, amma ona rəğmən saat 6-7-də dururduq, gedirdik setə, bizim üçün ayarlayırdılar və orada işlərimizi görürdük. Mənim baş rəssam var idi, geyimci rəssam, Almaniyada xanım, Hamburqlu, Kagalina və mən də onun assistantı idim, köməkçisi idim. Bir-birimizlə çox yaxşı anlaşırdıq, işləyirdik və insanlar da eyni o qaydada, aktyorlar da hər kəs respekt. Təbii ki, tatsızlıq, bəzi məqamlar olub ki, mən heç zaman o yaddan çıxarmaram. Amma ona rəğmən insanlar üzr istəməyi, aktyorlar üzr istəməyi bacarırlar və mənə qarşı da çox səhvlər olmuşdu. Amma bu səhvləri biz özlərimiz, hər kəs aralığında həzm edə bilir. Amma bizim setlərdə bu mümkün deyil. Fərqlər bu mənada fərqlidir. Yəni iş prosesində gərginlik olur. Və Azərbaycanda da film sahəsində istir ən peşəkar rejissorların setində, yəni çəkiliş meydançası olsun və onun kimi digər aşağı fərqi yoxdur. Setdə baş verən bəzi şeyləri, stressləri normal olaraq rejissorun, prodüserin, aktyorun və s. onu şəxsiyə çevirib bu şəkildə işi zəhərləyirlər. Amma bu Avropa reallığında belə deyil. Heç yadımdan çıxmaz. Sən bir ara belə bir şey deyirdin. Deyirdin ki, Səməd, Danimarkada bizə qara millət kimi baxırlar. Nətər ki, deyək ki, biz Hindistanlılara və Pakistanlılara o dəri baxımından da daha qara dərli insan kimi baxırıqsa, orada da bizə belə baxırlar. Bunu nədə hiss edirdin? Ehtimal edirəm ki, yəqin birbaşa heç kəs üzünə deməzdi orada sən qara dərlisən falan, amma münasibətlərin hansı çalarlarında bunu hiss edirdin? Danimarka, yenə də qeyd edim, Almaniya və Fransa. Hamısı fərqli ölkələr, hamısı fərqli mədəniyyətlər, yanaşmalar və s. Mən bu barədə çox istəmirəm uzun danışım, amma qısa deyim ki, Danimarkada, yəni o qara dediyin əslində təbii orada qara yaşayan da var idi, başqa millətlərdən də və s. və ilaxir. Mən Fransada hər yerdə bayraq görmürəm. Amma Danimarkada bütün restoranlarda, bütün ad günlərində onlarda vacib elementlərdən də biri, məsələn, şəxsi partilər olsun, qeyri-şəxsi dövlət, fərqi yoxdur. Bayraq elementləri hər yerdə var. Yəni çox vətənpərvərdilər deyə, yoxsa necə? Artıq onu deyə bilmərəm, bu nə qədər səmimidir. Amma səninlə, məsələn, Danimarkalılar səninlə gözəl söhbət eləyər, səninlə danışar, okey, hər şey bir yerə gedər, amma bir yer ki, gələrsən ona bir səmimi bir şey istəməyə gəlincə, sən orada reject, yəni sən orada sərt bir cavab ala bilərsən və yaxud da ki, xoş olmayan, ona görə heç bir əhəmiyyət daşımayan, hansı ki, o sözü, o etirazı öz millətinə desə, o da normal qəbul edər. Yəni, amma sən mənə çox fərqli gələn, çox qırıcı gələr. Qırıcı gələr. Məsələn, Danimarkanın, Almaniyanın fərqini mən rahat şəkildə eləyə bilərəm. Məsələn, Almanla Fransızın fərqini mən rahat şəkildə eləyə bilərəm. Misal üçün nələrdir o? Məsələn, adi bir şey deyim. Danimarkalılar ümumiyyətlə Skandinaviyanın incisidir. Danimarka, Kopenhagda mən yaşamışam və demək ki, bir Kopenhagın 4 cəbhəsində olmuşam, həyatın içində olmuşam. İlk öncə Danimarkalılar yaxşı qiymətləndirməni bilir və Danish standard deyirlər, bu hər yerdə ən bahalı standartdır. Hansı ki, barmaq sayı bir ölkə göstərmənə ki, öz ölkəsinin standartı bütün standartlardan bahalıdır. Almanlarda belə deyil. Almanlarda da belə deyil. Bu özündə o qədər güvənli, o qədər yüksəklik olub ki, yəni yaşadıb ki, bir mərhələ öz gəlişdirməni eləyib ki, öz standartı ən ali standartdır və ən çox pul xərcləyəcəksən. Ən bahalı standartdır. Yəni iki məhsul olsa, made in Danish olsa, o deyəcək ki, bunu ver. Baha olacaq, alacaq amma onu. Əgər pulu yoxdursa, o birisini şey eləyəcək. Bunun səbəbi ondan ki, dedim ki, bu illərin təcrübəsi, özünə maliyyə, özünə dəstək və s. hər sahədə. Danimarkalı insan pul yığacaq, yaxşı yeməyə, içməyə xərcləyəcək. Amma Almanda məsələn bu cür deyil və geyim olaraq da eynən bir məsələ var. Mən Danimarkada etiraf edirəm ki, mən toy sektorunda işləmişəm, restoranda işləmişəm, çəkim olaraq yəni. Mən həyatı boyu bir Danimarkalıya bir şəkil sata bilməmişəm. Amma mən həmişə işlədiyim əsasən toylar müxtəlif millətlər olub, türklər, kürdlər, əfqanlar və s. Onlar isə Hindistanlılar, hətta Pakistanlılar, onlar sevə-sevə alıblar və sevə-sevə interest, yəni maraq olub, okey. Amma Danimarkalı çox qəribədir ki, bir yadıma belə gəlmir ki, kiməsə mən can qoyarsam, görünüş sənət olar və s. qətiyyən onlara elə gəlir ki, məsələn, mən
əgər pul versəm nəysə olacaq. Yəni bilmirəm necə qəbul edirlər, amma qətiyyən maraqlı deyil onlara. Yaxşı, bəs alman və Bu fransız söhbət hətta mən söhbət küçədə çəkimdən getmir. Söhbət restorana gəlmisən, geyinmisən, keçinmisən, yaxşı əhval-ruhiyyən var, dostlarınla şəkil çəkdirirsən. Sən məsələn xarici dostun deyək ki, türkdür, Danimarkalıdır, nə bilim kürdür və elə də, yəni qarışıq bir şey. Onlar alacaqlar, amma Danimarka gəncə no, night hug. Sağ ol, çox sağ ol, istəmirəm. Bunun səbəbi belə deyək də, kırısalıq deyil də. Mən Ya bəlkə ona pul xərcləmək onlar israf kimi görürlər. çox onu demək, onlarda sərt baxışları var bu mənada. Onlar da mənə sənə də çox təsir eləyəcək. Almaniyada amma məsələn əksinə, yaxşı pul imkanı da olacaq, amma qətiyyən onlar da o şəkildə bilməyəcəksən. Yəni ki, varlı kimi kasıb kimdir və çox straight, çox düzdülər. Ümumiyyətlə ruhsuz insanlardılar. Amma Danimarkalılar bundan deyim ki, gedim indi Alman Danimarkada xeyli çox ruhu var. Bu mənada sənət baxımından, digər şey baxımından. Amma şəxsi münasibətlərdə ruh yoxdur, o mənada demək istəyirəm və almanlar çox tez əsəbləşərlər, amma Danimarkalılar əsəbləşmək o qədər də asan deyil. Və bu fərqləri deyim insanları, yəni istir yolda olsun, istir restoranda olsun və servisləri də çox həssasdır, yəni yüksək səviyyədədir. Və bu arada da yenə də qeyd edim ki, Rövşən artıq neçə illərdir Almaniyada yaşayır və o həmişə də qeyd edir ki, şikayətçidir. Adamın böyük təcrübəsi, böyük həyat tərzi, həyatı, dil və sair, məktəb, amma o yəni bir Azərbaycanlı üçün tələblərinə uyğun deyil də. Uyğun deyil. O istiqamlılıq və mən şəxsən özüm orada 3 ilə yaxın yaşadım və ən son dəfə yenə də gedəndə Düsseldorfa mən NRV ərazisində yaşamışam. Köln şəhərində yaşamışam. Amma onu Danimarkada Kopenhagen 4 ilə yaxın, ondan sonra 3 ilə yaxın da Köln şəhərində yaşamışam. Üzr istəyirəm, NRV ərazisi nə deməkdir? Orada torpaqlar da Almaniya federativ torpaqlar olduğuna görə neçə hissədən yadımdan çıxıb artıq. Buradan da indi bilənlər bilər. Mən ona görə üzrlü saya bilərsiniz. Çünki yadımdan çıxıb. Çünki o qədər sevgisiz yaşamışam ki Almaniyada və korona vaxtına düşmüşəm və çox çətin zamanlarım olub orada və bir Allah bilir ki, necə sağ qalmışam. O ərazi federativ torpaqlar deyim ki, ərazi ki var bölürlər. O regiondan söhbət gedir. NRV-də o regiondan biridir. Düsseldorfda onun paytaxtıdır. Neçə bir müddətdən sonra mənim oradakı biz mən Rövşən Murad Hamburqdakı Almaniyada biz iş qurmuşduq, geyim üzrə bir qərarlaşdıq Azərbaycanlılar, yəni özümüz hərəmiz bir şəkildə invest elədik. Rövşən məkan baxımından mən bütün aparatları plus dərzini Azərbaycandan gətirdim Muradı və bir şeylər deneməyə fikirləmiş, çalışdıq, bir şeylər etməyə çalışdıq. Bəlli bir səbəblərdən dolayı alınmadı və şükürlər olsun ki, alınmadı. Ona görə sevinirəm ki, çünki biz çox enerji xərcləyəcəkdik, amma Almanın istir zənginə, istir qeyri-zəngininə bir tərs satmaq, bir kultur, bir mədəniyyət şey eləmək çox çətindir. Geyim barəsində onlarla anlaşmaq çox çətindir və onlar üçün ümumiyyətlə əhəmiyyət kəsb eləmir. Bir insanın geyiminin detalları, fəlsəfəsi onu heç şey eləmir. Yoxdur. Bəs İtalyan və ya Fransaza bəlkə onu tətbiq edirsiniz? Fransa bu barədə daha irəlidir. Hətta İtaliyadan da deyərdim. Fransa bazarı bu mənada mənim üçün də maraqlıdır və gələcək layihələrim, layihələrim də var inşallah bu barədə. Allah nəsib eləsə, qismət olsa. İtaliyanın özündə belə bəlli bir yerlər okey. İtalyanlar da hamı əla geyinir falan, belə bir qanun yoxdur. Özündə dəfələrcə olmusan, mən özüm də olmuşam və mən qeyd edeyim ki, mən bu arada istəyir Danimarkada, istəyir Almaniyada, istəyir hətta Fransada mənim ikinci, yəni mən deməmişdən qabaq insana, İtalyanlısan, hamı mən İtalyan. Bu da başqa bir gəlibdir. İnsanlar onun üçün bir miflər yaradırlar. Mən ümid edirəm ki, insanlar miflərdən çıxar. Bugünkü gündə insanlar xatirələri ilə daha çox nəfəs alır, xatirələri ilə daha çox yaşayır. Hətta olmuş, bitmiş, mənim özümdə də bu cümlədir. Amma onu tərk etmək lazımdır. Azərbaycan və ya ümumiyyətlə Fransada olan bir fransız və yaxud da ki, bir İspan və yaxud da ki, bir Amerikanlı və yaxud da bir qaradərilər heç, onlar ümumiyyətlə ağları ayırd edə bilmirlər, hamını onlardır. Hətta onlar belə qaradərlilər belə deyir ki, sən İtalyansan. Deyirəm, xeyr, mən İtalyan deyiləm. Mən Azərbaycan, bu regiondan olan insanam, əlaqəm yoxdur. Amma bir yerdən sonra yəqin ki, mən də bir yalan uydurub İtalyanla canımı qurtaracağam. Çünki mən nəyi nəzərdə tutmaq istəyirəm? Burada İtalyan mifi, İtalyanlar hamı əla geyinir, bomba geyinir və bir yaraşıqlı, bir klassik özəndə geyinən, yaşlı detallı geyinən insan İtalyan olmalıdır deyə bir şey yoxdur. Okey, dediyim kimi, ora onun ənənəsidir. Orada yaşayır və s. davam elətdirilir məktəbi, yəni tikişdə, geyimdə və s. Amma hansı ki, bugünkü gündə artıq mən özüm onları qəbul eləmirəm. Ona görə ki, onun da ən üst və
ən gözəlini artıq Koreya, Yaponiya, Asiyanın tərcih, yəni toxunuşu daha da yaxşı edit, modifiyə eləyib, yəni daha yaxşı təhlil eləyib, onun yaxşı versiyalarını üzə çıxardıb və bugünkü gündə mənim yaxşı imkanım olsa, məmnuniyyətlə onlarla işləyərəm və İtaliyada da hər zaman gəlirlər. Mən onlara dahi kimi baxıram. Asiyalılar. Yəni söhbət Cənubi Koreya, Cənubi Koreya, Malayziyadır, seriya. Yaponiyadır, Çinin özüdür, Hong Kongdur. Sonra deyim, orada başqa şəhər yəni onlar bu ölkələrdə var. üslubu götürüb yeni çox gözəl şeylər əldə ediblər. Məsələn, Adi Lapel barəsində mən hər zaman Rövşənlə danışanda, yəni o da o şey eləmişdi, qeyd eləmişdi. Artıq onların Lapel bu elementin işləməsi bizim sadəcə ağzımızın suyu axır. Bu qədər bəsidir. Yəni wow da, yəni biz həsəd eləyirik. Əl işi olaraq Əl işləyirlər işi, yoxsa texnikası və vizual nəticəsi, vizuallıq. Niyə məni cəzb eləyir? Çiyinlərin oturmasıdır, lapelin kəsimlidir, çox yuxarıdan deyil, aşağıdandır, dalğanın olmasıdır və s. bədəndə oturan o detalların əksinin yaxşı olması və mən bunu bir qismət olsa gələcəkdə yaxşı bir proyekt olsa, mənim üçün mən onları özümə ayrı, yəni mənim onlar ən böyük hədəf nöqtədə, yəni hədəf nöqtədə və ona doğru addımlamaq istəyirsən, ona çatmaq istəyirsən. Bütçələşdirmiş ilə onları. Hələ ki zirvədir, bəli. Aha. Zirvəmiz hələ ki odur. Hələ ki onun üstü gəlməyib. Hansı ki dünənə qədər Napolitan məktəbi söküb dağıdıb və meydan oxuyub. İndi hal-hazırda artıq Permanent Style London Simon var. O bütün geyimlər barəsində hər zaman sırf klassik, hər zaman da PT-yə gəlir, İtaliyaya gəlir və artıq onun özü də məqalələrində, Instagram və s. və bütün orada olan eventlərdə qeyd edir ki, yəni artıq Asiyan tək, yəni Asiya toxunuşu revolyusiya eləyib, yəni böyük inqilab eləyib. Mən istəyirəm biraz sənin bu ilki Cannes Film Festivalındakı təcrübə və müşahidələrindən də danışasan, çünki orada postların, paylaşımların olurdu. Cannes Film Festivalında nələr müşahidə elədin? Həm tanınmış insanlarla işləmə baxımından, həm ümumiyyətlə təşkilatçılıq baxımından və ümumilikdə Cannes Film Festivalı səndə nə təəssürat yaratdı? Çünki sən həm də aktyorsan, həm sinema fəaliyyətində və bütün bunların cəmi olaraq öz təəssüratlarını bölüş. Cannes Festivalı düzdür. Mən ora təəssüf ki, nə aktyor kimi getdim, nə rejissor kimi, nə bir film nümayəndəsi kimi getdim. Mən ora bir fotoqraf olaraq getdim. Bu mövzuya gələnə qədər biraz istəyirəm xatırlatma elədin. Yəni mənim ən yaralı yerlərindən biridir. Ona görə ki, mən burdan Allah can sağlığı versin Gülşad Baxşıyevaya və sənin də bu arada həmkarın olub iş var. Yəni çəkdiyin filmdə işləmisiniz birlikdə. Və sənin oturduğun yerdə də oturub, bəli, və mənə 4 il dərs deyib Gülşad Baxşıyeva və bugünkü gündə də onun şəxsi həyatını mən burada mənim çox həqiqətən qeyrətimə toxunub. Çünki o insanı mən yaxşı tanıyıram və bizi ana kimi olub və o insanı yaxından tanımayan bəzi insanlar gündəmə gəlmək üçün ona bostana daş atıblar. Bu mənə çox pis təsir elədi, düzünü desəm. O baxımdan demək istəyirəm ki, insanlar kaş ki səmimi olsa, özü kimi olsa daha yaxşı olar. Nəinki ağıllı-ağıllı danışıb kimisə bostana daş atıb gündəmə gəlmək üçün və s. Ki mən də bunu bacarmadım, ona görə illərdir mən 4 il dərs aldığım teatr sənətini, kino sənətini, o sənətə xəyanət eləmədim. TikTokda, TikTok Oscarı, TikToker, Viber, nə bilim, sonra Instagramda mən bu sənəti bambıllıq sənətinə gətirib, kəmərdən aşağı bir sənətə gətirib mən onu eləmədim. Amma bunun yanğısını yaşayıram və bu məni çox incidir. Çünki mən bu şeylərə hörmət eləyirəm. Mən bu məbədə, mən teatr məbədinə, aktyorluq sənətinə hörmət eləyərək mən bu şeylərdən vaz keçdim və bugünkü gündə də ən qədər kontent var ki, baxan adamlar da və təəssüf olsun ki, buna gəlir və dəyərləndirirlər, fikirləşirlər ki, hə də yaxşı aktyordur, hansı ki adamın heç biri aşağı-yuxarı aktyorluq sənətinə əlaqəsi yoxdur, söhbət nəzəri, praktiki və ya bir klassik bir növrəsi yoxdur. Belə, yəni Gülşad xanım, mən buradan niyə misal gətirdim? O həmişə bizə deyirdi ki, və onun kimi digər müəllimlər də ya başqa işlə məşğul ol, pul qazan ki, mən hal-hazırda oyam. Ya da bu sənətə xəyanət eləmə, get. Yəni bu sənətə xəyanət eləməyəcəksənsə, bu sənətin ac, susuz, yalavac düzgün şəkildə yaşayacaqsan. Bu əqidəni düzgün şəkildə davam etdirəcəksən. Bu həm rejissor sənətinə aiddir, həm aktyor, həm prodüser və s. Okay? Kana qayıdıq. Hə, Kana qayıdırıq. Kanda bu mənada dedim ki, mən nə aktyor kimi, nə rejissor kimi getmədim, bir hansı film nümayəndəsi getmədim. Fotoqraf olaraq hal-hazırda o işlə məşğulam, foto, videoqraf. Çünki bir görünüş, yəni görüntü olaraq təcrübəmi bu üzrə tətbiq eləyib mən
pul qazanıram, kommersial fəaliyyətdəyim. Mən bir layihədə idim, kommersial bir layihədə Santopiyada. Böyük bir villa idi. Hollandiyalı bir zəngin xanım və o da bu arada art işinə, yəni sənət işinə məşğul olur. Onun bir dənə villası vardı. Orada çəkiliş eləməyə arzu elədi. Bir Hollandiyalı bir şirkət vardı. Onlar bizə təklif elədi. Mənlə daha doğrusu şəxsən Parisdə tanış olmuşlar. Xoşları gəlmişdi. Ondan sonra biz ora keçid elədik. Dedilər ki, may ayında Cannes festivalı ərəfəsində o xanım da orada olacaq qısa müddətli falan. O şəkildə biz çəkimlərimizi elədik, həm video, həm şəkil və o arada da artıq sonuncu gün idi. Mənə zəng gəldi Cannes festivalında. Çünki bizim niyyətimiz var idi ora. Və spontan oldu. Söhbət Röya xanımın köməkçisi idi. Zəng elədi ki, Məhəmməd bəy, biz falan tarixdə falan yerdə olacağıq. Biz istəyirdik ki, Röya xanım çəkimlərini həyata keçirəsən. Mən də məmnuniyyətlə, tamam, okey, dedim ki, falan günü gələ biləcəm, falan saatda ola biləcəm, çünki hal-hazırda mən iş başındayım, layihə çəkirik. Onu bitirim, mütləq şəkildə keçid edəcəm sizin işlərə. Elə də oldu, çəkiliş oldu, çox gözəl keçdi, səmimi ortam, çəkimdən sonra axşam yığıntısı falan və s. Və düzün Röya xanımın çəkimlərini sən elədin. Bəli, Röya xanım bütün çəkimlərimi mən elədim. Ümid edirəm ki, bəyənərlər. Mən tənqidlərə açıq bir insanam, biraz gecikmələr oldu, o da mənim həmkarımdan dolayı idi, biraz egosu çox bərk idi. Fransız idi. Yəni biraz fərqli, Max Allah səni öldürsün demirəm da. O bilmir ki, ümumiyyətlə Azərbaycan insanı nə gözü, nə əksər, nə səndən gözləniz var, nə verirsən, nə almaq və s. Və dedi ki, yox, mən gedim Parisə çatım, mütləq şəkildə falan filan, ora-bura və bu barədə də yəni ki, mən həmişə ona özü haqq elədim. Çox təəssüf belə gecikdirmələr oldu xidmətimdə. O da məndən dolayı olmadı. Şəkillər okey, çünki mən şəkil tərəfini işləyirdim, foto. Amma video tərəfində həmkarım işləyirdi. Onun üzündən biraz mən özümü də çox pis elədim. Yaxşı xidmət edə bilmədim. Yəni çatdırılma olaraq, servis olaraq. Bu arada da Azərbaycandan başqa bir nəfər qardaş gəlmişdi. Mən Cannes festivalında Hacı Səfərov deyirsən, yəni bəli, mən onları heç birini görmədim düzü. Çünki açığın deyim ki, mən o qədər arı kimi işləyirdi. Biz çox az yatırdıq. Həm Röya xanım 2 gün, ən son 3 gün mən gəldim. Yəni orada zaten ümumiyyətlə kino tənqidlə məşğul olan adamlar da, onlar da az yatdılar. Yəni elə Hacı özü də burada olanda o da deyirdi ki, az yatırsan, yəni otelə qədər yol getmək, gəlmək, gün ərzində bir neçə 3-4 filmə baxmaq, hətta adam yəni immuniteti düşmüşdü, xəstələnmişdi orada o dərəcədə. Eynən, amma biz hələ biraz yaxşı idi. Biz biraz deyib gülüb, maks nə olmasa da, amma o ilə deyib gülməmiz və sair əyləncəmiz bizi biraz bu mənada yorğunluğumuzu alırdı. Mən açıqın deyim ki, orada bizim sezondur, yəni balığa gedirik biz ora. Biz ora çörəyə gedirik qardaş. Röya xanımla məşğul olduq, düz 2 gün ona xərclədik, amma ondan sonraki günləri artıq çünki bizim də biz bileti geri dönüşdə almışdıq. Ən sonuncu gün festivalın, amma hamı qaçır Monakoya. Hamı qaçır Monakoya. Ki orada əylənmək falan filan. Çünki ora gələn 180-90% insanlar kommersial insanlar, zəngin insanlardır və ora gəlirlər. Biletini alırlar, girirlər, baxırlar. Hacıdır, digərləridir. Kino tənqidçilər və s. onlar üçün ayrı bir şərait yaradılır. Amma onun xaricində dünyanın bütün sahələri üzrə, istər müğənni, influencerlər, aktyorlar, qeyri-aktyorlar, nə bilim, zəngin olan qapustası, nə bilim. Yəni pulu olan hər kəs gəlir ki, orada biraz əylənsin, tanınmış şəxsləri görsün, kimdənsə şəkil çəkdirsin. Yenə də deyirəm ki, o günə mən başa düşə bilmədim ki, vallah mən sonradan hər şeydən xəbərim oldu, düzdür, söhbət olsun xatirə. Mən o qədər isti şey paylaşdım Röya xanımla. Heç kim ona bir dənə quş qoymadı. Yəni o qədər şey olmadı da. Yəni məndən gəlin soruşun, yanındayam, çəkirəm, eləyirəm. Bir soruşun, baxın, ay Məhəmməd, ay Moha, bu nə edir orada, ora nəyə gəlib? Və s. Yəni belə bir şey olsun da, bir xəbər saytları. Mən özüm də hətta nə qədər jestlər eləmişəm, təq eləmişəm, yəni işarə eləmişəm nə qədər bu ara qatan xəbər saytlarını ki, bəlkə kişiliklərini salıb doğru xəbər verərlər. Ki mən indi gələcəm, mənim əsas fəaliyyətim paparazzi. Parisdə lokal olaraq mən hazır Parisdə yaşayıram və orada nə işləməmişdim. İndi ona gələcəm. İndi Röyadan keçirəm ora. Ki mənim o hansı ki o saytlar necə hayasızlıqla mənim haqqıma girib. Mən onu da qeyd edəcəm. Nəysə. Yəni haqqıma girib o mənada ki, sən çəkdiyin hər hansısa vizual şəkil və ya da videonu götürüb istifadə edib istinad verməyib. Eyni istinad verməyib və hansı ki mən Türkiyə kanalında mənə istinad olunub. Hə, mən görmüşdüm var bu arada. TV8-də, amma onların da başına özləri boyda daş düşsün ya düşməsin, Allah sən bilirsən. Orada da bir Azərbaycanlı vətəndaş
Tamamilə bir Azərbaycan dilində vətəndaş nə, yəni burada nə əlaqəsi və yəni hər cür mən təqdim edə bilərəm. Halbuki bütün məlumatlar sənin profilində var. Hər şey adamlar var, da oradan götürürlər, əlbəttə bütün ad soyadı da görürlər. Eynən özünüzü bəstədə qoyunluğa qoydunuz. Röya xanım da o cürə gəldi. Yəni Azərbaycanın orada təbii ki, onun orada tədbir var idi, tədbirə çağırmışdılar. Orada gəldi, mükafatını aldı, mükafatını çəkdi. Hamı kimi o da gəldi, işini gördü, çıxdı, getdi. Dediyim kimi, yəni hər fəaliyyətdə, hər sahədə olan insanlar var. Bir dəvətvi alırsan, biletvi alırsan, fəaliyyətvi göstərirsən, qırmızı xalçava da çıxırsan və s. və burada sən də eləyə bilərsən, mən də, Ayaz da, o da, bu da və s. Mən ümid edirəm ki, bu söhbət düzgün şəkildə mənə eşidildi və daha da bundan sonra əgər istəsələr, yəni yenə də bir ara qatma, yəni biraz gündəmə gəlmək üçün, amma mən inanmıram ki, mənim sözüm gündəm ola bilsinlər, çünki artıq tarix keçib və həqiqət artıq üzə çıxdı və onlar üçün bu maraqlı olmayacaq. Gündəm ümumiyyətlə tez-tez dəyişir. Mən istərdim ki, sən Paris Fashion Week olur, oradan da tez-tez görürəm ki, fotolar paylaşırsan, bir o haqqda danışırsan, bir də bir ara mən deyirdim ki, Türkiyə mediasında gündəm oldu bu və bizdə də bir ara gündəmə çıxdı. Yanılmıramsa Serenay Sarıkaya da aktrisa, onunla bir sənin çəkilişin olmuşdu. İnsanlar hər bir şey yazırdı və çox da böyük bir boost oldu. Həmin o videonun 100 minlərlə ya 500 min, yəni çoxlu adam baxdı və onu təkrar götürüb paylaşan səhifələrdən də bu fəaliyyətlərlə biraz bağlı danışırsan. Mən ilk öncə deyim ki, bax hər zaman mən özümə qeyrət arzulayıram nə barədə ki, indi sözümü düzgün başa düşsünlər. Yəni güc, qeyrət o anlamda ki, mən doğrudan da Instagrama vaxt eləyə bilim və həqiqətən də həsəd eləyirəm o insanlar ki, doğrudan da işi gücü Instagrama oturub kontent işləyirlər. Mən o adam deyirəm, eləyə bilmirəm. Yəni təkəm, mənim şəxsi qayğılarım, şəxsi işlərim və s. ondan dolayı mən çox şey paylaşa bilmirəm. Bu arada sənin çox mənə motivasiyan, dəstəyin olub Səməd, mən bunu qeyd etmək istəyirəm dəfələrlə, tam səmimi olaraq efir xatirinə demirəm. Həqiqətən də mənə o barədə dəstək olmusan, güc, qüvvət, arxadan itələmisən ki, işində ol, çək, paylaş və bu sənə böyük şeylər uğurlar gətirəcək. Bu arada, yəni sən bunu dedin, mən onu xatırladım ki, sən çox qısa müddətə nailiyyət əldə elədin. Buna baxmayaraq ki, sən deyirsən ki, onun vaxtım yoxdur. 1 il olar da maksimum Instagramda başladın aktiv olaraq fəaliyyət göstərməyə. Deyərdim hətta yox, 1 il deyil. Hətta 1 il olmayıb. 1 il olmayıb. Hətta 1 il olmayıb. Məncə çox uğurlu fəaliyyət göstərdinsən. Gəlirik Serenay məsələsinə və ümumiyyətlə Parisdəki fəaliyyət haqqında qısa deyim ki, mən gün ərzində Parisdə minlərcə deyim, amma onlarca günlük deyirəm, günlük. Mən minlərcə Fashion Week-dir, həqiqətən də deyə bilərəm rahat. Onlarca tanımadığım milyonlarca məşhur insanlar mənim qarşıma gəlib gedir və s. Qeyd edim ki, yəni Rus, Türk fərq eləmirdi. Siz özünüz mənə deyirsiniz, sən bilsən kimi çəkmisən. Mənə bir dəfə sənə dedim, sən xəbərə var, bu kimdir? Sən izlə, mən bilirəm ki, sən onlarla izləmirsən deyə, maraqlanmırsan deyə. Kseniya Sobçakı da bir dəfə çəkmişdi, demək tanıyırsan. Yox. Və indi fikirləş, onun kimi indi görürsən də bəzən təqdirlə paylaşıram, mən onlarla kontent yaradıram, küçədə və street, yəni fəaliyyət olaraq. Gələn Serenaya. Deməli, mənim üçün bir emosiya, bir hisslər o vaxt yaranır ki, o insanı tanıyıram, izləmişəm, onun məndə bir təsiri var. Təsir deyil ya fəaliyyətində və s. Serenay Sarıkaya da o dövrlərdə, indi təəssüflə bilmirəm, hamısı məni tanıyır, bilir, ya bilmir necəsə, heç kim gəlmir burada ki, biraz mövzu çıxsın, biraz görürsən ki, şey yoxdur, iş yoxdur, zəifçilikdir. Bu o müddətdə mən işimdən başımdayam, yəni paparazzi falan filan və birdən bu qızı da mən olmadı Next olmadı növbəti bu dizisi var Netflix. Bu arada Netflix platforması ən ilginc platformadır. Ümid edirəm ki, insanlar o platformanı tezliklə rədd eləyərlər. Mən sadəcə onun açığını deyim ki, haqq olunmuş, yəni başqa saytdan sonra Netflixdən götürülmüş o mənada. Yəni oradan baxmışdım. Pirat versiyada. Pirat versiyada etiraf edirəm, çünki mən Netflix kimi kompaniyalara, şirkətlərə ədəbsizliyi, əxlaqsızlığı, şeytanlığı, hər şey deyə bilərik, pis adına hər şey deyə bilərik ki, sənət adı ilə insanları zəhərləyirlər. Mən bir sənət insanı olaraq. Bu təkcə Netflixdə deyil axı. Artıq onun kimi digər platformalarda bu yolu gedirlər. Çox platformalarda bunlar. Yəni bu normadır da, belə deyim. Bugünkü də norma halına salınmış bir şey. Kimsə qəbul edir, normallaşdıran. Hələ ki mən normalaşıb qəbul elədiyimə görə mən biraz bu barədə
radikalam. Nəysə, oradan görmüşdüm, baxmışdım və o film də ilgənc idi. Doğrudan da bir məcaz anlamda qustum ki, mən nəyə baxmışam da. Yəni eləmin də Türkiyə kimi yerdə, Türkiyə bazarının filmini və aktyorunu, rejissorunu baxıram ki, Cem Yılmazın da son fəaliyyətləri bu barədə daha çox ilgəncliyə gedir. Çünki bunu diktə eləyir Netflix ki, bunlar olmalıdır. Bunu sən dedim ki, Türkiyədə bir tanınmış bloger var, Murad Sönər. O videolarında o da bunu qeyd edir ki, sinema və serial keyfiyyətini çox aşağı salıblar və bu öz adlarına da biabırçılıqdır. Ən son videosunda belə mən onun bu yanaşmasını gördüm. Heç bir halda onlara o mənada mən şəxsi fikrim olaraq şans vermirəm. Anyway, deməli mən şəkil çəkdim, bunu tanış gəldim. Bu da okey pozu falan filan verir. Elə bir ki, heç kim bunu tanımayacaq Serenayı və ondan sonra bu arada video çəkdim. Yəni necə belə ümumi normal videosu falan filan hərəkəti və sonra həmən telefonu çıxartdım. Və bu arada da məndə heç vaxt yer olmurdu da, şükür ki, o vaxt yer var idi. Yeri çıxartdım, açdım telefonu, kameranı və yaxınlaşdım. Səlamlar. Və bu arada mən qeyd edeyim ki, insanlar bunu qeyd etsin. Məndə insanları vizual tanıya biləm, ad problemi var məndə. Mən ad saxlaya bilmirəm. Hətta və hətta bu Azərbaycanda köhnə dostlarım da ola bilər ki, yəni qarşıma çıxsa adlarını xatırlamasam, bunu özlərini ayıb kimi bilməsinlər. Bu belədir, yəni. Mən vizual yadda saxlaya bilirəm. İnsanı 2 dəfə görürüm, illər keçsin, mən onu yenə xatırlayacağam düzgən. Allah bu cür nə yəni verib. Mən də bunu o mənada şey elədim. Adını da bilmirəm və yaxınlaşdım. Buradan Azərbaycana salam söylərmisiniz? Və mən də yenə də deyirəm ki, mən bunun həyatını izləmirəm. Mən heç bir paparazzi, media falan heç biri ilə maraqlanmıram. Sadəcə bunu tanıyıram və məndə bir cuşa gəldi, hisslər gəldi, emosiya gəldi və mən o an və o dəqiqədə yaxınlaşdım. Özümü idarə eləyə bilmirəm, hisslərini cülovlaya bilmirəm və deyirəm neynəmiyim? Selamun aleyküm. Bir zəhmət Azərbaycan söyləmək istərmisiniz? Salamlar söyləmək istərmisiniz? Bu arada qeyd edeyim, mən videonun hamısını paylaşmamışam və onu kəsmişəm, onun abrını hələ bükməmişəm. Getsin ona şükür eləsin. O orada çox naz-qoz eləyir. Ya, bunu şunu yapmaq istəmirəm. Bu da mənə şey gəldi, o da içində gəldi. Oxay, bir dənə də denən. Ki, yandır da özü, o biraz şey dilində deyə, yandır yəni, özü. Amma bu normaldır da, adam bəlkə normal deyil, bu adamın travmaları var. Bu adam elə bilir ki, hal-əhvalda deyil ki, o nəsə desin. Bu adam, mən yenə də deyirəm, mən bunun yaxın keçmişini bilmirəm deyə, bu Parisə niyə qaçıb, bu kimlə olub, kimlə olmayıb, nə problemləri olub, Türkiyədə bunu tutuqlayıblar, tutuqlamayıblar, pul borcu, eşq borcu, nə bilim, nələr, mənə sonra insanlar bunu deyir, mən də vallah bilmirəm. Mən də bilmirəm, sadəcə deyirəm ki, yəni, ola bilsin ki, adam həmən o nastoyaniyada, o mutlu olmayıb da, tutaş sən deyirsən ki, Azərbaycana salam deyir. Yəni, yox, orada mən bu adam, bu elə bilib ki, bu hansı niyyətlə gəlib, mən onu bu cür nədir, xarakterik eləyirəm, izah eləyirəm özümdəki. Bu adam bu Türkiyə stresindən çıxıb qaçıb və burada yenə mağazinçilər elə bilib ki, Türkiyədə mağazinçi tutublar. Mən hansı bir mağazinçiyəm və məni sifariş eləyiblər agent olaraq. Get onu pus və ona belə şeylər elə, sifarişli şəkildə. Bu cürünə bunu algılayıb və o Türkiyədəki olan travmasını mənim üzərimə şeylədi və mən ona demədim ki, riyaziyyatın filan qanunu və ya filan düsturu, mən elə bir fizikadan bir düstur demədim ki, o onu qaçırtmaq kimi və yaxud da hansısa bir Qurandan ayə və yaxud da İncildən və ya Bibliyadan və yaxud da ki, mən ondan hansısa bir adi bir şey soruşmadım. Mən sadəcə dedim ki, salam söylə, yəni ki, izləyənlərim var həqiqətən də, aşiqlərim var və ondan sonra nə qədər izləyicilər, onun nə qədər fanlar, istər Azərbaycan, istər xaric və s. nə qədər Instagramda sonra hamısını görürsən də, bütün tökülür üstüvəki, geri dönüşləri və axırda da eləmədi. Başını aşağı saldı. Yəni ki, tamam. Mən onun yerinə dedim ki, narahat olmayın tamaşaçılar, sizə salamlar göndərdi. Yəni bu şəkildə yola verdim və s. Və mənə biraz toxundu. Yəni ki, mən sənə nə istədim? Böyük bir şey istəmədim ki. Və sənin okey də sən normal keyinmisən, keçinmisən, sən ətirlənmisən, markaların üstündə, hər şeyin əla, Parisdə və ən adını çəkmək istəmirəm o küçənin. O küçə ən zənginlərin küçəsidir. Bütün məşhurlar Parisdə bəlli nöqtələr, küçələr var ki, orada olmasan olmaz. Yəni şeyləri var. Çünki bir o məşhurlar, o content ki var, o high level, yüksək content, onların həmişə söhbəti Paris ətrafında o küçələrdən gedir. Yəni filan yerdə bura Bakının Targovusu nətər ən mərkəz sayılırsa, yəni indi hal-hazırda keçid olur. Məsələn deyək ki, Ağşəhər, sonra Sibriz və indi sabahları başqa yer olacaq və s. Günü-günə dəyişir inkişaflı olaraq bölünür artıq. Əvvəl sıfır Targov idi, yəni Nizami küçəsi idi, amma indi hal-hazırda bölünür. Bu da o cür nədir ki, Paris böyükdür və Parisdə də bəlli küçələr
küçələr var ki, o küçələr məşhurların standart 3-4 dənə 5 dənə yaxın restoran var. O restorana gedir. Yəni özümüzü göstərmək istəyirsə geyinirik, bəzənirik, gedirik həmin küçələrə. Həmin küçələrə və o küçələrdəki yeməklər mən deyərdim zibil vəziyyətindədir, amma pul yəni en qədər xərcləyirsən, ora ancaq və ancaq özünü göstərməyə gedirsən. Bu da o küçələrdən biri idi. Dükandan çıxdım, mən şəklini çəkdim, paparazzi falan və belə şeylər baş verdi və bu mənə bir növdə bir ideya oldu ki, hə, demək ki, mən elə ancaq belə məşhurları tutum yolda. Hə, onları bu məndə evin tikim, indi kimə necə evin tikiləcək, kimdə kərpic qoyulacaq onu deyə bilmərəm. Amma yəni sən bilirsən nə təəssürat yaranır? İstəyirəm bunu biraz dəqiqləşdirəsən də. Yəni sən onlara pis mən adamı nəsə edəsən. İndi Serenay Sarıkaya nümunəsi burada mənfi nümunə idi, amma ondan sonra mən çoxlu tanınmış şəxslər görmüşəm. Elə Azərbaycandan da, Türkiyədən də. Amerikadan olsun, məsələn, Post Malone oturub kafedə pivəsini içir. Hamısı o qədər ona o qədər şey gəlmədi. Post Malone üçün özünü doğrudan da ülgüzlə doğrayanlar var. Həqiqətən günü bugünkü gündə adam o qədər sadə, adam o qədər rahat, adam o qədər və getdim, danışdım, yəni təvazökar. Yəni heç özündən çıxmadı. Azərbaycana da salam söylədi. Azərbaycan salam da dedi. Yəni mən ingiliscə ona şey elədim, dedi. Hər şey yüksək səviyyədə. Onun kimi digərləri olsun. Yəni qaçmaq lazım deyil. Bir məsələ onda deyək də, fərz eləyək ki, indi alqoritmlərdə də nə cürsə Serenay Sarıkaya açır YouTube-u və yaxud da kimsə bu videonu götürür hansısa səhifədə paylaşır, istinad da vermir, böyük ehtimal həmişəki kimi və o görür ki, bu şəxs və bilir ki, bu belə bir şəxs olub, sən ona nə demək istəyərdin? Adam indi görür bu videonu, başa düşür ki, mənə o vaxt çəkən və Türkiyədə də bu əməlli gündəm olmuşdu, yəni Türkiyədə ən azından show biznes sahəsini hə, yəni o bunu izləsə, Serenay Sarıkaya nə demək istərdin? Mən deyərdim ki, ay Serenay, özünü dağın başına qoyma, bir düş aşağı. Parisdə yaşayan mənəm. Yəni mən səndən ağır bir şey istəmədim və sən məni əksinə fikir olaraq, niyyət olaraq hansı niyyətlə məni qarşıladın və mənim suallarıma cavab vermədin? Mən sənə heç sənin şəxsi həyatından, mən sənin heç Türkiyədə fəaliyyətindən, mən sənin heç nə bilim cibində nə qədər pul var ondan bir demədim və demədim ki, falan ya markandan, ha buna nə qədər pul vermisən, hansı mağazadan çıxmısan? Axı Azərbaycan bazar, yəni əhalisi Türkiyə bazarına, Türkiyə indi film şeyində olduğu üçün mən yenə də izlədiyi üçün və mən də deyim də bu işin texnikasını ki, mən ona görə o kontent o Türkiyə kontentindən istifadə edirəm ki, mənimki tanısınlar, oradan biraz mövzu yaransın, biraz hərəkət oradan yaransın deyə, yəni Instagramda alqoritm falan filan. Mən o qədər yenə deyirəm ki, Kolumbiyadan və yaxud da ki, Meksikanın məşhuru var, 7-8 milyonluq olan insanlar var, onların şəklinin videosunu çəkirəm mən. Mən bəzən private, mən şəxsən şəxsi eləyirəm də, yəni məşhurlarla. Heç onlarla, valla gündə onlarla mən görüşürəm, onlarla gündə mən iş görürəm. Mən onlarla belə kontent eləmirəm. Bilsən nəyə görə? Çünki o kontent mənə işə gətirir. Azərbaycanda çünki orada mövzu çıxartmayacaq. Yəni bizimkilər və ya türklər orada mövzu çıxartmayacaq. Başa düşdün nə demək istəyirəm? Yəni ona görə məsələn mən bu məndə bazar olaraq bu bazarı seçmişəm ki, bir növ sən onlara məhsul verirsən ki, onlar da bundan istifadə edə bilsinlər bu kontentdən yəni, maraqlı kontentdən bu formada öz profilini də gəlişdirirəm eynən. Amma təbii ki mənim dediyim kimi çörəyim, yəni ki günlük başqa işlərdən çıxır. Mən şəxsi private gizli çəkilişlər eləyirəm, yəni şəxsi ailət çəkilişlər. Bu biraz onu yəni düzgün deyə gizli çəkilişlər elə bilərlər ki, sən gedib kimsə izləyirsən. Yox, bu arada məni Fransanın ən məşhur agensiyalarından işləmək şey oldu, amma mən açıq deyim ki, təsdiq cavabı vermədim. Nəyə görə? Mənim fotoqraf həmkarlarım vardı. Yönəltdim onlara, onlar getsin işləsinlər. Çünki birinci növbədə maraq və maliyyə məsələləri orada o qədər də olmadığına görə. Özü o durumda və o yaşda görmüsən ki, ondan portfolio yığasan yoxsa? O da deyil. Çünki illərdir öz əmim müdirim olmuşam. Hə, azadlıq. Azadlıq. Və mənim gətirəcəyim məhsulla əgər biraz eləyəcəklərsə, qoy nə deyirsiz, təkəbbür deyirsiz, ego deyirsiz, mən ona zəhmət çəkmişəmsə gərək. Sənin, okey, səni işləyirəm, sənin agensiya işləyirəm lap deyək. Əgər ona mən əmək xərcləmişəmsə, sən ona bir mız, biraz belə falan olmuş olsaydı deyəcəksənsə, mən onu qəbul eləmirəm və o baxımdan da mən fransız məsələn paparazzi agensiyalarından işləmirəm. Amma təkliflər almışam.
yavaş-yavaş buraxılışı sona çatdıraq. Bu fəaliyyətlər ki, sən göstərirsən, foto, video çəkilişlərdir. Mən bilirəm ki, orada hətta burdan ora qonaq gedən adamlar, hətta başqa ölkələrdən də, Türkiyənin özündən də gələn adamlara, ümumiyyətlə Fransada olmamış insan olur. Kimsə gəlir, sevgilisi ilə istəyir ki, həm gözəl vaxt keçirsin, həm şəhəri gəzsin, həm də bütün bu prosesdə də qəşəng foto, video çəkilişi də olsun. Bu barədə nə təklif edə bilərsən və yaxud da adamlara nə tövsiyə edə bilərsən? Onsuz da mən sənin Instagram səhifənə qoyacağam aşağıda, oradan keçid edib özündən soruşa bilərlər, amma kimsə onu etməsə, məlumat olaraq nə məlumat verə bilərsən bununla bağlı? Azərbaycandan ümumiyyətlə çox bloq, influencerlər gəlib. İndi adlarını çəkmək istəmirəm. İndi bu reklamlar, qeyri-reklamlar və s. İstəməyə bilərlər də belə deyək. Hə. Azərbaycan bloqerlər gəliblər və bu arada mən burada qeyd edim ki, həmvətənimiz Elmar bəyə də mən buradan təşəkkür edirəm ki, hər zaman transfer barəsində kömək olur, dəstək olub. Fransada yaşayır. Fransada, Parisdə yaşayır, eynən. Məsələn, həmvətənlərimiz gəlir, bloqerlər gəlib, məsələn, təklif eləmişəm, mən onun çəkim tərəfini həyata keçirəcəm. İstəyirsənsə, yəni ki, ehtiyac yoxdur əslində. İşbirliyi olaraq siz işi asanlaşdırmısınız da. Amma mən yenə deyirəm, şəxsən gələnlər də deyirəm, valla Allah köməyiniz olsun. Bunu minnət olaraq demirəm, amma mən sadəcə insanlar bəzən elə fikirləşirlər ki, mən Parisdə oturmuşam, ancaq Azərbaycana hansısa bir turist gələcək, mən onu çəkəcəm. Yəni məndə hal-hazırda şükür belə bir şey yoxdur. Onlar gəlirlər, seçirlərsə məni, mənim gözümün üstünə qaşım var, xidmətinizdəyəm və çox şükürlər olsun ki, hamısına məmnuniyyətlə gediblər, halallıqla gediblər və özləri mənə yazıblar. Bu şəkildə Azərbaycandan gələn, dediyim kimi, qonaqları biz həm çəkim, həm transfer barəsində necə deyirlər, məmnun eləmişik, şükürlər olsun və onlar özlərini çox rahat hiss ediblər. Bu çox vacib nüanslardan biridir. Bax, bir sual da vereyim, bu əslində mənim sonuncu sualım olacaq. O dedin, halallıq olub. Bu iş məsələsində mən müxtəlif insanlarla rastlaşmışam həyatda. Hər insan üçün də bu önəmli deyil də. Sənin üçün bu halallıq məsələsi, halallıq olması nə dərəcədə önəmlidir və yaxud da önəmlidirsə, nəyə görə buna bu qədər əhəmiyyət verirsən? Bax, halallıq sözü termin olaraq istifadə olunur. Gəlin bunu biz belə deyək, anlaşma və razılaşma. Yəni ki, aramızda anlaşırıq və razılaşırıq. Bunu bu cümlədə anonim olaraq deməyə qarşılaşa bilərəm. Anonim oldu sayılır da. Sözlər mənaları fərqli, amma sözlər fərqli, amma mənaları eyni. Anonim. Eyni söz fərqli məna. Eynən. Yox, əslində onda sinonim. Sinonim. Fərqli sözlər eyni anlamda. Bunun sinonim kimi qəbul edir. Mənim anlamda bu deyil, halallaşmaq ki, yəni ərəb sözü gəlib falan filan, o qədər getmək istəmirəm dərinliyinə. Yəni razılaşırıq, anlaşırıq, okey? Ümumiyyətlə, bu bir fürsətgən son olsa da, efirimizin sonu olsa da, Parisə gələndə mütləq şəkildə rahat mənə əlaqə saxlaya bilərlər. Mən bir ara sırf bələdçilik kimi də fəaliyyət göstərdim, amma təəssüf olsun ki, etiraf eləmək istəyirəm ki, bu xidmətli istifadə eləmək istəyən insanların maliyyə məsələləri, istər imkanlı olanlar, istər qeyri-imkanlı olanlar, imkanlı olanlar ümumiyyətlə başa düşmürlər. İmkansızlar da başa düşürlər, amma maddi olaraq onun olmadığına görə mən və mənim kimi fəaliyyət olan, yəni bələdçilərdən istifadə edə bilmirlər. Amma bələdçiliklə bir yola çıxmaq, bələdçiliklə bir şəhəri gəzmək başqa bir keyfi var. Həm onu restoranda oturub, söhbət, vaxt itirmirsən də, bilirsən ki, orada sənə keyfiyyətsiz malı baha qiymətə satmayacaqlar. Çünki mən Parisdə olanda elə sən də məsləhətləşmişəm, yəni bir neçə yer ki, ən azından bir-birimizi tanıdığımıza görə sən bilmirsən də mənə nə lazımdır. Mən də minimal vaxtı maksimum xeyirlə dəyərləndirə bilmişəm. Harda yemək olmaz və bu arada mən sənə bir şey deyim, şəxsən özüm, mənim Versailles-dakı yadva gəldi bizdə olanda, o restoranda, yəni o restoranın o cürə konsept və dadını sən Paris kimi yerdə tapa bilmirsən. Şəxsən mən gündə Parisdəyəm. Mənim pulum var. Sadə, dadlı və keyfiyyətli ev yeməyi, yəni fransız sayağı ev yeməyi. İndi onun şərabına girmək istəmirəm. Hər kəs azaddır, kimisi içər, kimisi içməz. Mən onu təbliğ etmək istəmirəm. Sadəcə olaraq, çünki fransız kulturunda, yəni mədəniyyətində şərab üzərində iş olduğu üçün. Transferi də qeyd edim ki, Elmara mən buradan ev transferi təşəkkür etmək istəyirəm ki, doğrudan da bu mənada gələn azərbaycanlıları həmişə məmnun eləyib və mən də hər zaman foto, videodur və s. love story-dur və s. onları qiymət olaraq da mən həmvətənlərimə həmişə endirim eləyirəm. Çünki nəzərə alırsan və nəzərə alaq ki, bugünkü gündə 1 avro artıq 1 manat 97 qəpikdir.
Yəni sən bu məzənnələrdəki fərqi Onu nəzərə da alırsan. bəli nəzərə alaq. Çünki çox vacib nüansdır. Azərbaycandan gələn bloqerlər də gəlirlər, razı qalıblar, bir neçəsi özləri yazıblar, özləri tapıblar. Bu Serenaydan yazanlar var, Serenaydan yəni ki qeyd edilənlər var. Görür. Eynən o şəkildə və təbii ki, fəaliyyətimi daha da genişləndirməyə doğru gedirəm. Paralel olaraq geyim barəsində, çünki geyim mənim həyat tərzimdir. Gördüyüm, tanıdığım insanlardan əlbəttə ki, geyimə bu qədər vaxt ayıran və bunu həqiqətən həyat tərzinə çevirən az sayda insanlardan birisən. Mənim həyat yoldaşım mənim heç bir ütümü həyata keçirmir. Şəxsən hər şeyi mən sevə-sevə insana ütüdən becərəm, amma mən ütüdən, yəni hətta tələsdiyim anda da belə mən o ki ütüləyirəm şalvarımı, köynəyimi, paltarımı və s. çünki ondan zövq alıram. Bundan zövq alıram. Yəni bu şeydən dolayı deyil. Yəni mən onu özüm həyata keçirəndə daha çox zövq alıram. Və bu bir yerdən sonra artıq səndə avtomatikləşir və hər şey necə deyirlər, daş olaraq yerinə oturur ki, yenə deyirəm, səndə və hər kəsdə bu qeyri-adi bir şey istedad deyil geyim barəsində. Sadəcə biraz göz maariflənməsi olsa. Göz maariflənməsi, yəni onu görməlisən təkrar və ya da jurnallar, Instagramda o kontent, P2O kontentini izləyən, oradakı modellər, influencerlər, kostyumu geyinirlər, qalstuk bağlanması, köynəyin varatni, yəni yaxalığı, qısa yaxalıq yox və yaxalığın ucu elə olsun, düyməli, düyməsiz, qalstukun bağlanması, önə çıxsın, arxada qalsın. Bizdə kişilər, mən təəssüf edeyim budur ki, bu yanıqlı tərəfimdir. Qoy deyim ki, mən öz cinslərimə çox qəzəbliyəm. Həmcinslərimə. Mən həmcinslərimə, çünki niyə eləyirsiniz belə? Biz kişilər həqiqətən də daha cazibəli görünməyə layiqik. Nə olar ki, bəlli kiçik bir şeylərə, detallara diqqət eləyib özümüzdə o şeyi yaradaq, yəni cazibəliyi yaradaq. Daha gözəl görünür. Daha gözəl görünər. Və yəni ayaq, qaqaş nə var və ya hələ eləyənləri də kimsə eləyirsə də onu ya bəzən şeyə qoyuruq, yəni gülürük, eləyirik və s. qəbullana bilmirik. Məsələn, məni yoldan gedəndə mən çox məmnunam. Mən deyim, kişilər mənə daha çox baxırlar. Və nə gözlərində oxuyuram. Gözlərində oxuduğum budur ki, qaqaş bu maraqlı söhbətdir ya, bu maraqlı şeydir ya. Qəşəngdir. Nəsə qaşınmır ya, yaxşısan. Və o gün bayaqlar Nizami metrosuna gəlib düşmüşəm. Meyvəni soruşuram ora-bura. Bir dənə elə satsız dedi ki, qəşəng kostyumun var, tikdirmisən? Dedim, yox, hazır mal almışam. Allah razı olsun, Allah ürəyinə görə versin sənin. Yəni mənim üçün xoşdur, bu mənada xoşdur ki, əlçatmaz bir şey deyil. Sadəcə dedim ki, köynək də sən də mən də geyinirəm və sadəcə onun yaxalığında düzəlişlər eləməklə, bəlli bir cib məsələsində ölçüləri və s. və belə. Yəni həyat əslində asandır, çətinləşdirən özümüzü, iç özüm qarışıq. Onu da deyim ki, mən bu ilə qətiyyən təkəbbürlənmirəm. Mən sadəcə özümə bunu zövq, mənə motive, mənim işsiz olan vaxtlarım Almaniyada belə, Danimarkada həyatımın ən çətin vaxtları ki, hər kəs bu yolu keçir, həyatın keşməkeşli yollarından, o keşməkeşli yollara rəğmən belə mən bu geyimdən düşünürəm ki, vaz keçmədim. Və bunu hər zaman geyindim və hər zaman özümü öz dünyamda arxayın hiss elədim. Bu mənə çox kömək oldu və Parisdə mən moda həftəsində həmişə fotoqraflar və digərlər, həm mənim aktivliyim, çünki çox fotoqraf olmaq o deməkdir ki, hamı yəni bir şey eləyə bilər. Bir dənə deyə bilmir ki, bir dənə belə dur da, bir dənə elə dur. Digər ölkələrdən gələn fotoqraf həmkarlarım məni xüsusi gözləyirlər ki, hardasan da. Məsələn, axırıncı çox iştirak edə bilmədim, çünki çox işlər var idi, onun üçün qaça-qaça qovağa gedə bilmədim. İldə 4 fəsil də həmişə var, hər 3 aydan bir var. Əlqərəz, mən şəkil çəkəndə insanların avtomatik olaraq mənim şəklimi bir ciddi bir insan çəkib. Mən çünki özümə hörmət etməsəm, dediyim kimi geyiminlə qarşıla, ağlına yola sal. Mən ilk öncə geyimimlə başlayıram və ondan sonra Allahın izni ilə mən çalışıram ki, öz danışıq, izah, satış və s. onu artıq daha da o tərəfdən gəlişdirim. Amma mən necə gəldi geyinim? Fotoqrafam, lifestyle, freestyle, nə bilim, o biri var idi, Qarabala, köhnə həmkarım. Yəni şalvar da arxasından düşür, üstündə amma çox bahalı texnika var, amma nə olsun, insanlar istəmir və ya da olmasın. Yəni mən niyə Qarabala dedim? Çünki indi Frans, Parisə daha çox qaradərilər olduğuna görə, bu da yaxşı fotoqrafdır, okey, öz yerinə görə.
Yəni xarici görünüş insanları uzaqlaşdırır. Hə, yəni sənin əlində qızıl varsa onu sata bilmirsən. Bu çox vacib nüansdır. Doğrudan da belə tərs-sərt deyim ki, bugünkü zəmanə və bugünkü kontent zibildən və yaxud da ki, zibildən konfet məsələsidir, qısa və konkret. Amma mən demirəm ki, mənim işimdir. Mən bu ilə müqayisə eləmirəm, amma mən bunu marketinq şeyinə gətirmək istəyirəm ki, dünya artıq bu ilə qəbullaşıb və zəngin insanlar şəxsən markalara çox əminliklə deyə bilərəm ki, vizual dizayn baxımından zibil həddində olan markalar, istehsal olunan məhsullara bunun içərisinə fransız markaları da əlavə edə bilərəm, İtalyan da. Mən buna hər ölkənin xüsusi tanınmış markalarını əlavə edə bilərəm ki, zibil kimi vizuallığa insana en qədər pul tökürlər, nədən onun adı olsun. Marka adına görə olsun və özümü göstərim və s. və hansı ki mən çox rahat şəkildə deyirəm ki, elə şeylər var ki, mən onu itimə də geyindirmərəm. Amma insanlar o ada görə, bəli, Avropada da var, ümumiyyətlə dünyanın bir çox ölkələrində fərqli millətlərdə olsun. Onlarda da eyni tendensiya. Dünyada kişi tendensiyasında eyni şey baş verir. Burada məsələn yaxşı geyinənlərə başqa cür bir ön yarğı var. Avropada həmin başqa bir ön yarğı gəlir. Orada nə cür ön yarğı? Orada təəssüf olsun ki, mən istəmirəm onu qeyd edeyim. Yəni ki çünki beyinlər o cür yuyulub axı, gey və yaxud da ki, yəni gözəl geyinirsənsə sən geysən deməli. Hə, artıq təəssüf olsun ki, o cür ön yarğılar var. Halbuki mən başqa bir şey deyim də, sən köhnə hətta ağ-qara filmlərə belə baxsan, görürsən ki, kişilər klassik geyiniblər, o geyim tərzı, bu insanın cinsi orientasiyasına bir aidiyyatı yoxdur da ümumiyyətlə. Əslində yoxdur. Məsələ dediyim kimi də o media deyək, beyin şey deyək, qəlibləşdirilib deyə və onlar sənə o ön yarğıda baxırlar. Amma mən straight-am, maskulinəm və radikalam. Mənim üçün 1-2 dənə cins var, qadın və kişi cinsi var. Kişi qadından, qadın kişiyə evlənməlidir. Bu qədər bəsit. Və bu arada da kimsə məni homofob və sair kimi adlandıracaqsa, əgər indi bilmirəm, paylaşa da bilərsən, paylaşmaya da bilərsən, mən heç bir homofob fan tərəfində yoxdur. Sadəcə olaraq bu yaradılışda mən iki şey qəbul edirəm. Amma deməyim budur ki, qərbin beynində təəssüf olsun ki, normal maskulin olanları da bu şəkildə mənə görə ön yarğı ilə insanları qəlibləşdirir. Yəni eyni sıraya qoyurlar. Belə dostlar, bugünkü podkastımız da sona çatdı. Əgər siz kanala abunə deyilsinizsə, abunə olmağı sizə təklif edirəm. Bizi Instagram, Facebook, TikTok və Telegramdan izləyə bilərsiniz. Olaraq keçidi videonun altındadır. Bizə Coffee House platformasından dəstək ola bilərsiniz. Onda keçidi videonun altındadır. Bugünkü söhbətimizlə bağlı öz fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Məhəmməd, sonda əlavə etmək istədiyim bir şey varsa buyur. Heç ki, əlavə edəcəyim bir şey, can sağlığı, uzun ömür. Həmişə pozitiv olun, izləmədə qalın. Ümid edirəm ki, sizin üçün maraqlı kontentlər yaradacağam. Allah can sağlığı versin. Sənə uğurlar arzu edirəm sənə. Nə vaxt, nə zaman gəlsəniz Parisə, sevə-sevə xidmətinizdəyəm. Şəkil, video və s. və o vaxtda indi siz gələn vaxtlarda daha da yeni şeylər olsa, mütləq sevə-sevə paylaşmağa hazıram. Mən şəkil, video bir kənara bilirəm ki, gəlsəm biz hardasa bir kənarda kafedə oturub kofe içə-içə siqar çəkəcəyik. 100%. 18 plus xahiş edirəm. Onu mütləq qeyd edin. Bu arada siqar çəkmək, tütün məlumatı çəkmək sizin sağlığınıza ziyandır. Belə dostlar, baxmayaraq ki, gör nəyə keçid elədik, çalışın ki, sağlam və xoşbəxt olasınız. Bu çox önəmlidir. Mən əgər siqarda çəksəm, 1 ildə, 2 ildə birini çəkərəm. Yəni belə siqar çəkən deyiləm. Hələlik özünüzə yaxşı baxın. Salamat, təşəkkürlər.